Salam. Access Talks-la yenidən qarşınızdayım. Bu dəfəki buraxılışımız mənim üçün xüsusi və emosionaldır. Çünki bugünkü buraxılışımız 3-cü baharını yaşayan insanlara həsr olunub və bu gün qonağım 3-cü Bahar İctimai Təşkilatının rəhbəri Nərmin xanım Qəniyevadır. Nərmin xanım, xoş gəlmisiniz. Təşəkkürlər, xoş gördük. Gəlin əvvəl sizi tanıyaq. Tanıyaq. Bildiyim qədər siz uzun müddət və elə indi də korporativ sahədə fəaliyyət göstərirsiniz, amma bununla yanaşı həm də ictimai fəaliyyətlə də məşğulsunuz. Bəli, təşəkkür edirəm ilk öncə dəvətiniz üçün. Uğurlar diləyirəm. Təşəkkür edirəm. Access Talks-a. Bəli, mən 17 yaşımdan korporativ sektordayam və elə o 7 yaşımdan da ictimai fəaliyyətlə məşğulam. Necə, nə ilə məşğul olmusunuz 17 yaşınızda? Uzun illər xüsusi qayğıya ehtiyacı olan uşaq evlərində könüllü olaraq dərs demişəm. Onları əlifbadan tutmuş, rəsm çəkməyə kimi öyrətmişəm. Onların ehtiyacı olduğu, onlara maraqlı olan mövzularda təlimlər vermişəm və bu mənim üçün həyatımın ayrılmaz bir hissəsidir və mən hesab edirəm ki, fərqi yoxdur. İnsan hansı statusdadır, harda çalışır. Əgər o əlavə ictimai fəaliyyətlə məşğul olursa, o tamdır və əsas da gənc qızların, xanımların, ümumiyyətlə oğlanların da korporativ sektora hazırlanması üçün, çünki bilirsiniz ki, korporativ sektorda yazılmayan qanunlar da var ki, onları biz illərlə yavaş-yavaş öyrənirik, çətinliyə düşərək öyrənirik. Amma mən çalışmışam ki, gənclərə bu istiqamətdə hər zaman mentorluq edim və təmənnasız olaraq bu fəaliyyətimi onlara göstərmişəm. Könüllülük fəaliyyətindən, yəni tam ictimai fəaliyyətə keçmisiniz. Bəli. Çox gözəl. 3-cü bahar. 3-cü bahar artıq 10-cu baharını yaşayan, Nə maraqlı. bəli, 10-cu baharını yaşayan bir çınar ağacıdır. Niyə çınar ağacı? Çünki biz yaşlı insanlarımızı çınara bənzədirik. Onların köklərinin çox dərinlərə getdiyini, budaqlarının isə göylərə çatdığını onlara təlqin edirik. Və 3-cü bahar, niyə 3-cü bahar, onu da deyim. Dünyada yaşı 60-dan yuxarı olan insanlar 3-cü yaş adlanır. Və biz də bu insanların həyatına bahar gətirdiyimiz üçün, bilirsiniz ki, baharda torpaq oyanır, cücərir, gözəlləşir və biz də onların həyatına bahar gətirdiyimiz üçün bu təşkilatın adını 3-cü bahar qoymuşuq. 3-cü baharın məqsədi ölkədə yaşayan yaşlı insanların sosial rifahının yaxşılaşdırılması, onların asudə zamanlarının səmərəli təşkilidir, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır, onların həyat keyfiyyətini yaxşılaşdırmaqdır, onları fəal yaşlanmağa çağırmaqdır. Bu 10 il ərzində 3-cü Bahar Təşkilatının neçə üzvü artıq qeydiyyatdan keçib? 10 il ərzində biz 46 min insanın həyatına 46 min. toxunmuşuq. Bəli. Və bu insanların və davam edirik toxunmağa. Bizim 3-cü Baharın nəzdində 4 yaşa mərkəzi fəaliyyət göstərir. Biri Mingəçevirdədir, biri Şamaxıdadır, biri Bakıda, Bakıxanov qəsəbəsindədir, 4-cü də İçəri şəhərdədir. Və biz deyə bilərik ki, bizim Bakıxanov qəsəbəsində mərkəzimizə həftəlik 150-200 nəfər adam gəlir. İçəri şəhər mərkəzimizə həftəlik 250-350 nəfər adam gəlir. Bizim ingilis dili dərslərimiz olur ki, bir gündə 45 nəfər həmin dərslərdən faydalanır. Yəni bu 4 qrupdur. Hər qrupda onlar bilik səviyyələrinə görə qruplar bölünür və onlar dərsə gəlirlər, sonra fasilə olur, onlar biraz istirahət edirlər, gedirlər, yeni qrup gəlir. Bu şəkildə fəal şəkildə onlar həyatlarına davam edirlər. Dərsi deyənlər də, dərsi alanlar da 3-cü Baharın nümayəndələridir, yoxsa necə? Dərsi deyənlərin əksəriyyəti 3-cü Baharın nümayəndələridir, amma aralarında gənclər də var. Çünki bizim nizamnaməmizdə və bizim hədəflərimizdən biri də nəsillər arası dialoqun inkişaf elətdirilməsidir. Ona görə biz bu istiqamətdə gəncləri, orta nəsli, uşaqları da cəlb edirik. Gəlin, yenə də mən biraz tarixə sizi qaytarmaq istəyirəm. Ümumiyyətcə 3-cü Baharın yaradılması ideyası məndə çox maraqlıdır. Yəni necə oldu? Siz hardasa gördünüz, kimlənsə tanış oldunuz, ya ola bilsin ehtiyacı olan bir insan oldu hansı ki sizə bu ideyanı verdi?
Bizim digər həmtəsisçi Natəvan Yusifova ilə bilirsiniz ki, biz ikimiz yaratmışıq bu təşkilatı. Biz 10 il öncə, hətta 11 il öncə demək olar ki, Avropada səyahətdə idik və biz gördük ki, bir neçə ölkəni gəzərkən gördük ki, həmin şəhərlərdə yaşlı insanlar nəzərimizə cəlb etdilər. Onlar çox aktivcəsinə gəzirdilər və bizə maraqlı gəldi ki, bu nədir? Biz onlara yaxınlaşıb soruşanda ki, bu nədir? Dedilər ki, biz artıq pensiyadayıq və özümüzə zaman ayırmağa vaxtımız var. Onlar çox xoşbəxt idilər. Onlar o qədər səyahətə çıxırlar, gəzirlər, harasa toplaşırlar, hansısa bir müzakirələr mövzusunda müxtəlif mövzularda müzakirələr edirlər. Yəni belə bir platformaları var. Və bizə bu çox maraqlı gəldi Natəvan xanımla və biz Bakıya qayıdanda və həmçinin deyə bilərəm ki, Natəvan xanımın da, mənim də, bizim valideynlərimiz ziyalı insanlardır və onlar ömürlərinin yarısından çoxunu işləyiblər. Və bir gün gəlib onlara deyəndə ki, artıq siz əmək pensiyasına çıxmalısınız, onlar həyatdan sanki təcrid olunublar. Və bu da bizim öz təcrübəmizdə də bu var idi. Və biz gəlib araşdırandan sonra ki, Azərbaycanda belə bir platforma varmı? Gördük, yoxdur. Və bizə maraqlı oldu ki, bu platformanı yaradaq. Öz təşəbbüsümüzlə 17 nəfərlə biz yola çıxdıq. Yaşlı insanlar ilkin olaraq öz ətrafımızı toplamışdıq. Çünki yaşlı insanlar o qədər skeptik, o qədər ehtiyatlı, o qədər güvənsizdirlər ki, onlara nəsə yeni bir şeyi qəbul etdirmək çox çətindir. Amma biz heç kəsə demirdik ki, bu yaxşıdır. Sadəcə dedik, gəlin bir cəhd edin, bir yoxlayın. Yavaş-yavaş insanları bir araya toplayırdıq. Məsəl üçün, dəvət edirdik hansı tədbirə, kimsə deyirdi, mənə maraqlı deyil. Bizdə artıq sual yarandı ki, deməli, insanların maraq dairəsi var və insanların maraq dairəsinə görə təşkilatın fəaliyyəti bölünməlidir. Və ona görə də bizim maariflənmə, yaradıcılıq, sağlamlıq sahələrimiz yarandı. Bu 3 istiqamət üzrə biz illərdir fəaliyyət göstəririk. Kimsə istəyir ki, mən fransız dili öyrənmək istəyirəm. Kimsə deyir ki, mən qurama tikmək istəyirəm. Kimsə deyir, mən rəsm çəkmək istəyirəm. Kimsə deyir, mən balet oynamaq istəyirəm. Kimsə deyir, mən yoga ilə məşğul olmaq istəyirəm. Onların maraq dairəsinə, onları eşidərək, onların gözünün içinə baxaraq biz onları anlayırıq və bu istiqamətdə işlər görməyə başlayırıq. Üçüncü baharın nümayəndəsi olmaq ödənişsizdir. Bəli, bizim bütün xidmətlərimiz, mərkəzlərimizdə tam təmənnasızdır. Yəni biz nə onlardan nə üzvlük haqqı alırıq. Dünya təcrübəsinə görə bu kimi təşkilatlarda üzvlük haqqları mövcuddur. İştirakçılar, benefisiarlar üzvlük haqqı ödəyirlər. Bəzi təcrübələrə görə dövlət proqramındadır bu layihələr, dövlət müəyyən büdcə ayırır. Türkiyə təcrübəsini deyə bilərəm ki, orada əməklinin əmək pensiyasından ayda 2 TL tutulur mənbədə və təqdim olunur. Orada 125 şöbə var və o şöbələr bələdiyyələrə təhkim olunub və bələdiyyələr bu sahədə, bu təşkilatların fəaliyyətinə dəstək olur. Bizə belə bir təcrübə yoxdur və biz düşündük ki, yaşlı insanlar, siz dediniz korporativ sektor, mən korporativ sektoru bilirəm ki, ümumiyyətlə bizdə üzvlük haqqı ödənmək vərdişi çox dünyada belədir, ağrılıdır, bəli. Hətta mən bir təlimdə ikən öz sinif yoldaşlarıma bir sual verirdim ki, sizin də ölkələrdə belədirmi? 39 fərqli dildə danışan nümayəndə var idi orada. Hamısı dedi ki, bəli, bizdə də üzvlük haqqı almaq çox çətindir. Çünki insan əllə toxuna bilmədiyi şeyə görə ödəniş etməkdən qaçır. Və ona görə biz düşündük ki, yaşlı insandan biz üzvlük haqqı almayacağıq. Biz çalışırıq onlara tam şəkildə, onlar bizə müraciət edirlər. Bizə müraciət etdikdə qeydiyyat forması doldururlar. Qeydiyyat forması doldurduqdan sonra etik davranış kodeksi imzalayırlar ki, mütləq olaraq onlar öz həm vəzifə öhdəliklərini, həm hüquqlarını, həm vəzifələrini bilsinlər, həm bizim hüquqlarımızı bilsinlər. Yəni bu bir çərçivə sənədidir və bu şəkildə öz maraq dairələrinə görə bizim dərnəklərə yazılırlar və iştirak edirlər. Nərmin xanım, ancaq bu ictimai təşkilat olsa da sizin də xərcləriniz var. Təbii ki. Sizə kim dəstək olur? Dəstəkçiləri hardan tapırsınız və necə onlarla dostlaşırsınız? Bəli, əslində
deyirik hər şey təmənnasızdır, amma bu istifadəçi üçün təmənnasızdır, benefisiar üçün, amma onu yaşatmaq 10 il ərzində təşkilatı 4 mərkəz fəaliyyətə başlamaq və bunun bütün o xərclərini təmin etmək çox çətindir. Mən indiyənə kimi heç zaman çətinlik barədə heç yerdə, heç bir çıxışımda danışmamışam və danışmağı da sevmirəm. Amma arada lazımdır. Arada lazımdır. Hətta bu yaxınlarda son zamanlar çox eşidirəm ki, sizin də ehtiyacınız yoxdur heç nəyə. Və biraz baxıram ki, yox, ehtiyacımız var, amma mənə dostlarım deyirlər ki, sən heç vaxt heç nə istəmirsən, ona görə elə düşünürlər ki, ehtiyacınız yoxdur. Baxın, biz 2017-dən fəaliyyət göstərdiyim kimi təşəbbüs qrupu olaraq fəaliyyətə başlamışdıq. 2019-cu ildə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçdik, qeyri-hökumət təşkilatı statusu aldıq və biz ümumiyyətlə bizim biraz bu fəaliyyətə yanaşmamız fərqlidir. Biz oturub gözləmirik ki, bizə kimsə vəsait ayırsın, yaxud da dövlətdən vəsait ayrılsın və biz başlayaq iş görməyə. Bizim vəsaitimiz vardı, yoxdur, biz fəaliyyətimizi davam edirdik. Biz çox qapılar döymüşük. Fərqi yoxdur ki, hər hansı bir təşkilat məhz maliyyə ilə bizə kömək eləsin. Amma ola bilər ki, təşkilat bizə hər hansı bir yerlə kömək edə bilər, əlində olan hansı bir resursla kömək edə bilər, hər hansı bir öz sahəsinə, öz mandatına uyğun olan necə bir barter şəklində bir inventarlarla kömək edə bilər və biz bunun hamısına açığıq. Biz sadəcə olaraq amma bir məsələ var ki, biz partnyor seçimində çox seçiciyik. Çünki biz partnyor seçimində yaşlı insanların şəxsiyyətinə, heysiyyatına toxuna biləcək heç bir mesaja qəbul açıq deyilik. Biz onlara çox mühafizəkar yanaşırıq və misal üçün bizim mən başa düşürəm ki, hər hansı bir təşkilat, maliyyə sektoru biz müraciət əməkdaşlıq edəndə, sponsorluq edəndə onun qarşılığını istəyir hansı bir şəkildə. Və biz hətta bank sektorunda bir neçə bankla əməkdaşlığımız var. Onlarla biz əməkdaşlığa başlayanda biz onlara bildirmişdik ki, burada siz kredit satmayın. Gəlib hər hansı bir təqdimat edəndə, hər hansı bir məhsul haqqında danışanda, biz banklarla sırf maliyyə savadlığının inkişaf etdirilməsi mövzusunda əməkdaşlığa başlamışıq. Çünki bu böyük bir kontingentdir onlar üçün, böyük bir auditoriyadır və sağlam auditoriyadır, ödəniş qabiliyyətli auditoriyadır. Amma onlar gələndə sağ olsunlar, onların təqdimatında heç bir bank məhsullarının satışı reklam tipli çıxışlar olmur. Bəli, çünki o benefisiar dolayısı olaraq onun müştərisidir. Çünki 65 yaşından yuxarı əgər ona kredit vermirsə, onun evladı onun müştərisidir. Və biz çalışırıq bu tandemi qoruyaq. Amma qayıdıram o maliyyə məsələsinə. Bəli, biz korporativ sektorla beynəlxalq ümumiyyətlə beynəlxalq təcrübədə də biz bunu danışanda və onlara danışanda ki, biz korporativ sektoru necə cəlb etmişik, bankı necə cəlb etmişik, onlarda sual yarandı ki, siz bunu necə etmisiniz? Biz də məsələn qaldırdıq ki, baxın, bank sektoru əsas işlərindən biri də əhalinin maariflənməsidir. Bəli. Maliyyə savadlığının artırılmasıdır. Və bizdə bu müştəri varsa, biz onlara o təqdim edirik ki, o maliyyə savadlığının artırılmasına bu auditoriya kömək eləsin. Və bunun müqabilində də bəli, o sponsorluq xidmətlərini bizə təqdim edir. Biz davamlı şəkildə bir partnyordan hə cavabı almaq üçün bəlkə bir 10 partnyorun qapısını döyürük. Və illərlə olur ki, bir danışığı hə cavabı almaq üçün 1 ilə yaxın danışıqlar aparılır. Ki, biz çalışırıq özümüzü tanıdaq, güvən yaradaq. Yəni, biz təşkilat olaraq necə loyalıq, təşkilat olaraq necə çərçivələrimizi bilirik, təşkilat olaraq necə güvən yarada bilərik. Və bu şəkildə də mən çox xoşbəxtəm ki, indiyənə kimi bizim əməkdaşlıq etdiyimiz korporativ sektorun nümayəndələri ümid edirəm ki, bizdən narazı deyirlər. Çünki indiyənə kimi bir negativ bir keysimiz olmayıbdır və bizi sağlam partnyor kimi görürlər. Çünki biz Heydər Əliyev Fondu ilə əməkdaşlıq edirik. Biz Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə, Ailə Qadın Komitəsinin əməkdaşlıq edirik. Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlığımız olub. Yəni biz çalışırıq özümüzü tam doğruldaq. Mən çox fəxrlə deyə bilərəm ki, dünyada Madrid hesabatı var. Bəli. Bu Madrid hesabatı dünyada çərçivə sənədidir və o standartlar təqdim edir ölkələrə ki, yaşlılığı öyrənən bir sənəddir.
və o standartlar təqdim edir ölkələrə ki, siz yaşlılıqla bağlı nə kimi işlər görməlisiniz. Azərbaycan da həmin Madrid hesabatına 4 ildən bir ölkələr ora hesabat verirlər. 2018-2022-ci illərdə Azərbaycanın ölkə hesabatında 3-cü baharın fəaliyyəti əks olunubdu. Nə maraqlı. Bu böyük uğurdur. Bəli. Yəni biz sadəcə olaraq dediyim kimi bizim maliyyəmiz var, yoxdur. Biz hər gün fəaliyyətimizə davam edirik və bu sadəcə nəsə göstərmək naminə deyil. Siz indi gedib bizim istənilən mərkəzimizin qapısını döysəniz, girsəniz içəri, görəcəksiniz orada hansı bir tədbir gedir, hansı bir dərnək var. Və bu da həmin hesabatda əks olunmaq bunun nəticəsidir. Biz tədqiqatlarda iştirak edirik. Yaşlı insanların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün nələr edə bilərik? Bir məsələni danışa bilərəm. Bizim bir yaxın dostumuz var. O İngiltərədə PhD-dir və sırf fəal yaşlanma mövzusunda PhD-dir və o çox maraqlı bir tədqiqat aparır. Bizim milli rəqslərimizlə ürəyində çətinlik, problemi, ciddi problemləri olan insanların sağlamlığını bərpası. Və o ilk dəfə özü o gün elə danışırdı. Deyir ki, mən Azərbaycana gələndə bu tədqiqatım haqqında danışanda mənə heç kəs bunu maraqlı göstərmədi və biraz çox skeptik yanaşdılar. Və 3-cü bahara müraciət edəndə mənə çox razılıq verdilər və biz orada İnanırsınız, bizim 5 üzvümüzlə onlar fəaliyyətə başladılar. İndi onun 30-dan çox tədqiqatında iştirak edən nümayəndələr var və bütün dövlət qurumları da, digər təşkilatlar da maraqlıdırlar ki, onlarla əməkdaşlıq etsinlər. Yəni biz çalışırıq bu şəkildə özümüz də töhfə verək digər təşkilatlara. Həm dövlət, həm özəl. Bəli. Aktiv yaşlanma. Məncə mən bunu niyə xüsusi vurğulamaq istəyirəm? Biz söhbətimizin əvvəlində də sizlə danışdıq ki, Azərbaycanda yaşlı adam olmaq çətindir yəqin ki. Yəqin ki, bilirsiniz, xanımlar artıq qırmızı rəng geyinmirlər. Kişilər bəlkə hardasa saqqal buraxırlar ki, mən artıq yaşlanmışam. Ağ saqqalam, ağ birçəyəm. Bəlkə ömür boyu başını bağlamayan xanımlar başlarını bağlayır. Bəs aktiv yaşlanma nə deməkdir və Azərbaycanlı təqaüdçülərlə, axıllarla işləmək nə deməkdir? Ülviyə xanım, çox sağ olun. Mən bura sualınıza cavab vermədən öncə bir mesajım var cəmiyyətə. Bəlkə bu biraz sərt mesaj olacaq. Bu yaxınlarda bir TV verilişdə bu mövzularda danışırdıq və mənə orada bir fikir eşitdim və mənə çox acınacaqlı gəldi bu. O xanım danışırdı ki, biz regionda misal üçün otururuq, hansısa bir tədbirdə oturmuşduq və mən deyir, danışırdım sizin təşkilatınız haqqında da belə təşkilat var. Orada bizim mərkəzimiz yoxdur. Belə bir təşkilat var və s. və axır və deyir, onun nəvəsi dedi ki, ay nənə, sən yaşlı başlı adamsan, otur evində, mənə nə deyərlər, sən gedib hardasa, nə bilim, yoga ilə məşğul olarsan. Mənim buradan sualım həmin gənclərədir. Bəli. Sizin həyat keyfiyyətiniz mənə çox maraqlıdır. Siz nə etmisiniz? Həyat fəlsəfəniz hətta. Həyat fəlsəfəniz, həyat keyfiyyətiniz, həyat tərziniz, yaşam tərziniz mənə çox maraqlıdır. Siz o 25-30 yaşınızda nələr etmisiniz? Nələrdən fərqlənmisiniz? Nə xatirə qoyursunuz? Nə iz buraxırsınız? Onu etdikdən sonra masa arxasında oturub siz o sualı demək haqqını bəlkə də ala bilərsiniz. Sizin sualınız çox gözəl cavabı idi. Bu stereotipləri yaradanlar kimlərdir? Elə biz özümüz. Mən hər zaman məni cəmiyyətdə addan çoxdan tanıyan insanlar bilirlər ki, mən kifayət qədər konservativ adamam, kifayət qədər mühafizəkar adamam. Evladlarıma qarşı, dostlarıma qarşı, iş yoldaşlarıma, əməkdaşlarıma qarşı. Amma kifayət qədər də aydın fikirliyəm. Və mən hesab edirəm, mən nəslimizdə birinci şalvar geyinən qız olmuşam. Və buna görə təşəkkür edirəm ki, atam mənə maneçilik törətməyibdi. Dədəm belə hamıya maneçilik törədən insan mənə icazə veribdi. Çünki əqidəmi, yəni ki, doğru şəkildə hansı istiqamətdə getdiyimi, nə etmək istədiyimi tam aydın şəkildə gördüyümü bildiyi üçün. Mən çərçivələrin tərəfdarıyam əslində. Bu çox vacibdir. Çünki olmasa xaos olar. Amma gəlin cəmiyyət olaraq
haqsız yerə bir stereotiplər, qaydalar, bir tələblər qoymayaq. Dediyiniz kimi, aktiv yaşlanma bu təkcə Azərbaycanın deyil, bütün dünyanın vacib məsələlərindən, yanan məsələlərindən biridir. Deyəcəm niyə? Çünki dünyada yaşlılığın sayı uzanır. Qocalığın, yaşlılığın ömrü uzanır. Və yaşlı bugün Azərbaycan əhalisinin 11,8% yaşı 60-dan yuxarı olan insandır. Bu ölkə əhalimizin 1.200.000 nəfərini əhatə edir. 2050-ci ilə bu say olacaq, ölkə əhalisinin 25% olacaq. Yəni indiki 40 yaşlarında olan, 45 yaşlarında olan, yəni bizlərin sayı ölkə əhalisinin 1/4 hissəsini təşkil edəcəyik. Bu da nədir? Biz artıq bugündən başlamalıyıq fəal aktiv yaşlanmağa. Çünki yaşlı insan, xəstə insan ölkə iqtisadiyyatına yükdür. Bəli. O sosial müavinətlər başlayır almağa, icbari sığortadan başlayır istifadə etməyə. Biz yerli poliklinikalara gedəndə orada nənələr, babalar boş vaxtları olduğuna görə xəstəxanalara, poliklinikalara gəlirlər. Çünki başqa gedəcəkləri yeri söhbət yoxdur. axtarırlar. Bəli. Və orada nə baş verir? Gəlir həkimin yanına. Dünən də gəlibdi, ona bir gün qabaq da gəlibdi, sabah da gələcək eyni sualla. Ona tam izah olunur və s. və axır o gedir, darıxdığına görə yenidən gəlir. Və beləliklə nə baş verir? Müştəri məmnuniyyəti düşür aşağı, digər pasiyentlər qalır qapıda, bəlkə də real ehtiyacı olan dəstəyə qalır, diqqətsiz qalır və burada bir xaos yaranır. Bəli. Və bizim də mesajımız odur ki, ölkədə yaşlı insanın aktiv yaşlanmasına, onların fəal yaşlanmasına, mən bayaq qeyd etdiyim kimi, əgər o sadəcə qıraqdan görünə bilər ki, insan muncuq düzür, bu elə belə muncuq düzmək deyil. Bu onun kiçik motorikanın daima işləməsidir. Əllər işləyir, kiçik motorika işləyir, neyronlar daha gec ölməyə başlayır və beləliklə insanın beyni aktiv qalır. Biz Mingəçevirdən bir misal gətirim. Bu yaxınlarda mən oradaydım. Mingəçevirdə bir müəllimdir, o çox ziyalı bir insandır. Deyir ki, məni dəvət eləyəndə düşündüm ki, yaxşı gedim, dəvət ediblər də, xoş olmaz getməmək. Gedim orada vaxt keçirim, biraz görüm nədir belə. O bir dəfə gəlib, 2 dəfə gəlib. O deyir, indi mən poeziya saatlarına, poeziya dərnəklərinə gəlirəm və deyir, mən görürəm ki, və mənim həkimim deyir ki, mənim yaddaşım yaxşılaşıbdır. Çünki onlara dərs verilir ki, get o şeyləri öyrən, gəl. Mən sizə bir misal gətirim. Bizim ingilis dili dərsimizdən çox gülməli bir səhnə idi. Soyuq hava idi. Və bilin ki, yaşlı insanlar o qədər disiplinlidirlər, məsuliyyətlidirlər. Onlar soyuq olsa belə dərsə gəlirlər. Təsəvvür edirsiniz, bizim soyuqlar olanda gənc müəllimimiz zəng vurub ki, dərs olacaqmı? Mən də deyirəm, amma yaşlılar hamısı gəlmişdi. Deyirəm, onlara sonra danışıram ki, deyirəm, heç bir yaşlı zəng vurub soruşmadı ki, gənc olacaqmı? Amma gənclər zəng vurub soruşdular bunu. Və xanım deməli gəlib dərsə gecikib. Həmin gün ad günüdür, tort alıb gəlmək istəyirmiş. Ona görə dərsə gecikib. Girib içəri. Müəllim də o qədər öz yaşlılarıdır, o qədər zəhimli, disiplinli müəllimdir ki, paltarını soyumayıb, əlində tort və ingilis dilində izah etməyə çalışır ki, həyəcanla ki, niyə gecikibdi. Çox gülməli bir səhnə idi, çox xoş bir səhnə idi ki, o qədər onlar məsuliyyətlə, o qrafiklə, yəni yanaşırlar ki, bu da çox xoşdur. Baxın, elə burada məncə sualım yerinə düşər. Yaşlı adamlar asan deyil onlarla işləmək. Bəlkə hardasa kaprizləri var, bəlkə tələbləri çoxdur. Mən istəyərdim, bax, bununla bağlı danışasınız. Yaşlılarla işləmək necədir? Bunun asan və çətin tərəfləri. Təbii ki, öhdəsindən gəlirsiniz. Amma yenə də yaşlılarla işləmək çox çətindir. Bu yaxınlarda bizim bir korporativ sektorda bir dostumuz bizə qonaq olmuşdu və mənə dedi ki, Nəyim xanım, mənə çox maraqlıdır ki, siz korporativ sektoru yox, Evdar xanım olsaydınız, bu təşkilat necə yönəldərdiniz və burada sistem necə qurlardı? Deyir, mən kənardan baxıram, yəni bu korporativ sektorda heç nə seçilmir burada. Baxın, bizim xoşbəxtlik və bizim uğurumuz odur ki, biz 3-cü baharda korporativ sektor abu havası yaratmışıq.
Bu hiss olunur. Və bizdə bütün hər bir şeydə, yəni ki, sənətləşmədən tutmuş hər bir təqdimatlarımızda və s. və axır. Amma eyni zamanda siz hər hansı bir bankda gedib yemək bişirib, nə bilim, peçenye bişirib gəlmirsiniz də, düzdür, mətbəxdə o Bəli. imkanlar yoxdur. Amma biz burada o şəraiti yaradırıq ki, nənələr musiqi sədası altında bir şəkərbura bişirsinlər. Onun xoş anlarını yaşasınlar. Mən ora deyirəm ki, bura nənə baba ocağıdır. Babalarımız hər hansı bir, amma bizim o dediyim kimi o etik davranış kodeksi elə ona görədir ki, biz onları onları tənzimləyə bilək. Çünki insanla işləmək çox çətindir. Çətin. Korporativ sektor belədir ki, hər kəs bilir ki, gəlib ora nəsə iş dalınca, nəsə bir xidmət almağa. Yəni onun o şəxsi evi deyil. Amma burada biraz ab-hava da fərqli olduğuna görə yaşlı insanların daha rahatlanmaq imkanları var. Amma onu da biz çalışırıq tənzimləyək. Bəli, bizim bir mesajımız var hər zaman olaraq ki, bizim mərkəzlərdə masamızın başı və ayağı yoxdur. Bizim mərkəzlərdə masamızda, yəni zalda arxa və ön yoxdur. Əgər həmişə mən öz valideynim belə gələndə protokol qaydaya görə əslində mən onu qarşıya oturdura bilərəm ki, mənim valideynimdir, təşkilatın rəhbəridir. Mən özümə belə, Nataman xanım özünə belə biz o qaydalara riayət etmirik. Çünki biz çalışırıq ki, burada hər kəs bərabər hüquqludur. Bizim üzvlərimiz arasında böyük vəzifələrdə çalışan insanlar var. Yəni onlar ömrünün indi 75 yaşı var. O 65-40 ilini rəhbər olubdu. Və ölkədə çox vacib bir statuslarda olublar. Onunla belə orada onlar heç kəs bilmir ki, burada kim kimdir, hansı vəzifədə olubdu. Biz onları çalışırıq, o şərait yaratmırıq ki, onlar o mövzulara getsinlər. Bərabər. Onlar hər kəs orada bərabərdir. Sosial statusu tamam fərqli olan insanlar var. Maliyyə imkanları tamam fərqli olan insanlar var. Biz çalışırıq, onlar hər kəs orada bərabər olsun və bunu hiss eləsinlər. Amma biz inanırsınız, biz ondan demək olar ki, həftədə 3-4 dəfə biz bu mövzularda danışırıq. Çünki kənarlaşmalar olur təbii ki. Misal üçün nəsə xoş şey etmək istəyirlər, amma görürük ki, bizim dəyərlərə, bizim uyğun deyil. Biz onu məlumatlandırırıq ki, bu olmaz, bunu etmək. Kimsə bizim adımızdan hardasa çıxış etmək istəyir, biz onu tənzimləyirik ki, yox, təşkilatın adından ancaq rəsmi icazə veriləndən sonra, mən o mətni təsdiqləyəndən sonra biz o çıxışlar edə bilərik. Yəni biz bu məsələlərə çox ciddi yanaşırıq və onlar düşünürəm ki, bunu siz artıq 3-cü bahara gələn bilir ki, orada bu disiplina, bu qayda-qanun var və ona artıq uyğunlaşmağa başlayır. Kimsə uyğunlaşmaq istəməyəndə o artıq çıxır. Biz ona şans veririk, məlumatlandırırıq, imkan veririk, şans veririk. Görəndə ki, yox, ümumiyyətlə alınmır, o uzaqlaşır bizdən. Elə bu ciddi korporativ mühitdir. Bəli. Əslində bir tərəfdən də baxanda onlar elə bil işə gəlirlər. Bəli. Çünki dəfələrlə hətta o bizim sizlə birgə olduğumuz kiberaktiv tədbirində də onlar deyirlər ki, biz təqaüdə çıxandan sonra özümüzü işsiz yox, lazımsız hesab edirik. Bəli. Çox belə ağır gəlmişdi hətta bir söhbət eləyəndə, amma belə baxır ki, elə işə gəlirlər. Eyni. Çox yaxşıdır məncə. Çox sağ olun. Nənəniz çoxdur, babanız çoxdur? Nənəmiz çoxdur. Çünki Azərbaycan reallığına görə mən özümü yəni bu yaşda olan yaşlı insanlar, kişilər özlərini pensiyaçı hesab etmirlər. Elə baba hiss eləyirlər. Yəni onlar gəlirlər çox ehtiyatla, amma gələndə bizdən ayrılmırlar. Ümumiyyətlə qadınların sayı çoxdur və cəmiyyətdə əhalidə arasında belə bu yaş qadınların sayı daha çoxdur. Elə bir gülməli bir şey olmuşdu. Bir 77 yaşında bir tanınmış hətta bir adamdır. İndi də işləyir, belə aktivdir və s. və axır. O bizə qonaq olmuşdu və ekranda video çarx edir.
O təxminən 65-67 yaşında insanlardır, yaşlı insanlar deyir, hə də bu qocalara kömək etmək Qocalara. lazımdır. Amma mən başladım ki, o özünü tam olaraq orada görmür, hətta onlardan da böyükdür. O deyir ki, mən edib kömək edim, yəni təşkilatın fəaliyyətinə nə lazımdır kömək edim. Amma özünü burada heç görmür. Biz də yəni zarafat edirik, bu var. Mən öz atamdan götürürəm, o özünü orada görmür. Özünü yaxşıdır. O insanlar özünü harda görürsə, orada da olmalıdır və düşünürəm ki, bizdə çox uğurlu hekayələr var ki, çox uğurlu. İnsan həyata qayıdıbdı. Bax, elə sual vermək istirdim. Sizi nə motivasiya eləyir? Bəlkə elə bu uğurlu hekayələr? Bəli. Bəlkə İnsanların həyatda tutunmaqları bizi motivasiya edir. Onlar həyata tutunurlar və Bilirsiniz, o neqativ hallar olur. Onu demək olmaz Təbii ki, ki. olmur, çox olur. Bizim əlimizin, qolumuzun, qanadlarımızın qırılan, heç nə etmək istəmədiyimiz, heç ora getmək istəmədiyimiz, yorulduğumuz, bu mənə lazımdırmı? Mən niyə bunu edirəm? Enerjinin tükəndiyi, bitdiyimiz anlar olur, çox olur. Və yaxşıdır ki, biz Natəvan xanımla 2 nəfərik. Bizim o deyirəmişdi, rəfdə deyir bir-birimizə o növbəçi sözlərimiz var da, o çıxardır mənə deyir, hər şey yaxşı olacaq. Mən çıxardıram onu deyirəm, hər şey yaxşı olacaq. Amma bunun hamısını o gördüyümüz uğur hekayələri, real uğur halları, uğurlu hallar motivasiya edir. Mən bir misal gətirə bilərəm ki, bir yox, çox sayda misal var ki, insan, həkimlər ondan əlini üzdüyü halda insan artıq 5 ildir həyatdadır və davam edir həyatına və çox da sağlamdır. Nə qəşəng. Çox qəşəng. Belə hallarımız çoxdur və biz çox çətinliklərlə rastlaşmışıq həyatı boyu, fəaliyyətimiz boyu. Hətta bayaq qeyd etdiyim kimi bizə hətta bir komment olmuşdu ki, adınızı dəyişin. Yəni çox hallar olur. Niyə adınızı dəyişin? Yəni ciddi ad deyil. Yəni 3-cü bahar. Amma mən də 10 ildə indi amma insan fikrini dəyişibdi ki, yox, yaxşı fəlsəfə yükləmisiniz. Yəni hətta bir Apple-ı kimsə dünya markası edibsə, yəni niyə də yox? Yəni düşünürəm ki, 3-cü baharda və 3-cü bahar sadəcə olaraq sizi inşallah mərkəzimizə qonaq eləyəcəm və görərsiniz orada biz şəhərdə divarları bəzəmək istəyirdik. Fikirləşdik ki, nə edək? Burada nə dekor eləyək? Sonra belə bir fikir gəldi ki, gəlin elə onların özündən 3-cü baharın onların həyatında nə kimi dəyişikliklər edib bir cümləni ifadə etsinlər. Orada o qədər 100-dən çox ifadə var idi. İnanırsınız, gözün yaşarmadan onları qəhər boğmadan oxumaq olmurdu. Yəni o qədər bu bir heç bilmirdilər onlar biz onu nə üçün istəyirik. Sadəcə belə bir sual göndərmişdik onlara. O qədər həssas, o qədər insanın içini tərpədəcək anlar, cümlələr var idi ki, və biz bilirik ki, onları onu yaşayırlar. Onlar hətta ailədə hər an biz çalışırıq onlara həmişə izah edək ki, ailədə heç kimin biz məsuliyyətini daşıya bilmərik. Ailədə vəziyyət necə olub, 60 il necə yaşamısınız, onun bir məsuliyyətini daşımırıq. Ona görə də kimin evdə nə ki o çətinlik gəlir, 3-cü baharı yaşa mərkəzlərinin qapısından orada qalır, keçirsiniz şəhərə. Biz çünki çalışırıq onlara deyək ki, o məişət mövzularını masa arxasına gətirməyin. Əgər bugün burada rəsm dərsidir, siz gəlin rəsmdən danışın, kölgəni necə yaratmaqdan danışın. Onsuz da siz o məişət mövzularını evdə edirsiniz. Qayıdacaqsınız. Onsuz da o qayğılar evdə var. Bizim fərqliliyimiz bundadır. Təbii ki, yenə də kənarlaşmalar olur. Çünki insan faktorudur. İnsan faktorunu diqqətdə saxlamaq. Biz elə dünən mövzu gəldi ki, filan dərnəkdə, filan mərkəzdə belə mövzulardır. İndi biz ora bir baş çəkib, onlarla bir yenidən bir söhbətlər edəcəyik. Və bir də əsas məsələ odur ki, biz onlarda güvən yaratmışıq. Bizim onlara qarşı belə hallar olurdu ki, biz masa üzərinə evdə özümüz yediyimiz ərzaqları qoyuruq. Mənə bir dəfə belə bir komment gəlmişdi ki, sən niyə belə edirsən, sən niyə belə bahalı peçenyalar qoyursan masaya? Bu çox səhvdir. Mən başqa cür edə bilmərəm. Və bizim insanlar bunu görürlər ki, biz onlara
mən şəxsən öz valideynlərimi tövsiyə edə biləcəm, həkimlərlə görüşdürürük onları. Öz evimizdə, öz evladıma, ailə üzvlərimə verdiyim şirniyyatları masayın üzərinə qoyuruq. Onlar o güvəni bizdən hiss edirlər. Onlar bilirlər ki, biz heç bir zaman onları dağrıda qoymarıq, onları incitmərik. Söhbətimizin emosional olacağını bilirdim, amma bu qədər olacağını bilmirdim. Doğrudan da. Çox sağ olun. Eyni sualı mən sizə vermək istəyirəm. Üçüncü baharı bir cümlə ilə ifadə edin. Bir sözlə Bir cümlə ilə heç olmaz. üçüncü bahar bir cümlə ilə ifadə etsəm, keçmişinə tutunan, gələcəyini quran, həmişə yaşıl ağac. Çox gözəl. Möhtəşəmsiniz Nərmin xanım. Çox sağ olun. Doğrudan. Amma yenə də gəlin əlavə suallar da verim, çünki doğrudan da çox emosional nöqtəyə gəldik. Mən sizin gözünüzün yaşardığını görürəm. Çox emosional oldu. Həmin mövzuya qayıtmaq istəyirəm ki, həmin insanlar həyatdan qopmuş kimi hiss edirlər özlərini və özümüz də öz qohumlarımızın arasında mən bunu görürəm, müşahidə edirəm və bir çoxları bunu görür. Bilirəm ki, sizdə orada sosial sahibkarlıq fəaliyyəti də var. Yəni insanlar hazırladığı, düzəltdiyi, çəkdiyi həmin əşyalarını həm də satmağa da kömək edirsiniz. Evet. Siz bunları necə edirsiniz? Xüsusi yarmarkalar təşkil edirsiniz, yoxsa öz aralarında satırlar? Bəli, biz əslində sizə elə hədiyyə gətirdiyim də quramadır, Çox sağ çərçivədir. olun. Biz çalışırıq ümumiyyətlə yaşlı insanların o dərnəklərdə əl işlərinin bir nəticəyə gəlib çıxsınlar. Məsəl üçün, əgər şəkil çəkmə öyrənirlərsə, şəkil çəkməyə tamam öyrəndilər bir neçə ay və nəticədə bir məhsul ortaya qoysunlar. Biz də onlara onu izah edirik ki, bu məhsul artıq 3-cü baharın bir məhsuluna çevriləcək və biz bunun satış sərgisini təşkil edəcəyik. Biz özümüz hələ indiyənə kimi öz təşəbbüsümüzlə, öz imkanlarımızla, çünki bu kifayət qədər xərcli bir prosesdir ki, burada bilirsiniz, yer icarəyə götürülməlidir bu sərginin təşkili. Amma biz ölkədə keçirilən aktiv sərgilərdə qoşuluruq. Onun xərclərini tam özümüz, yəni təşkilat olaraq ödəyirik. Çünki orada mütləq ödənişli olur iştirak. Və orada satış sərgi təşkil edirik. Və oradan gələn gəlir yaşlı insanlara təqdim olunur. Əslində Kanada təcrübəsini deyə bilərəm sizə. Kanadada belə bir 20-ci əsrdən belə bir təşkilat mövcuddur. Onlar hətta bir villada qalırlar. O villada tarixi bir binadır. Bir neft istehsalçısından məşğul olan bir milyonçunun qalmış evidir və dövlətdən $1 onu icarəyə götürürlər. Təsəvvür edirsiniz? Simvolik. $1 və Kanada dollarına və mənə də çox maraqlı idi ki, bu mövzulara onlarla danışarkən toxunurdum. Onlar nə edirlər? Mən onlardan soruşdum ki, siz yaşlı ailə dayanıqlığını necə saxlayırsınız? Və onlarda üzvlük haqqı var, o bir mənalı. Ondan başqa onlar yayda və qışda yarmarka keçirirlər. Böyük bir yarmarka. Təxminən elə rəqəmi də demişdik, təxminən 50.000 Kanada dolları civarında hər yarmarkadan onlara satış olur, gəlir qalır. Amma mən sizə acınacaqlı bir deyim ki, bizdə təəssüf ki, mən özüm sosial sahibkarlıq üzrə biznes mentoram və bu iş necə qurulacağını çox yaxşı bilirəm. Çünki təşkilat insanlara bunu yolunu göstərir. Amma bir şey var ki, və burada bir məqam var ki, biz satdığımız məhsulu bu sosial sahibkarlıqdan gəlibdir deyə nənələr düzəldir, ya babalar düzəldir və keyfiyyətini heç bir şəkildə aşağı eləyə bilmərik və etmirik. Bunun keyfiyyəti bazarda olan ən yaxşı məhsulun keyfiyyətindən bərabərdir. Bunun üstünlüyü nədir? Üstünlüyü odur ki, orada sosial həssas bir məsələ var, məqam var. Sadəcə olaraq bilmirəm, buna bizim korporativ sektor, bazar hələ hazır deyilmi bu alışlar etməyə? Hələ tam olaraq güvənmirlərmi? Onlar hesab edirlər ki, hansısa sexdə bu hazırlansa daha keyfiyyətli olar. Nəinki bunun nənə göz nurunu tökə-tökə. Çünki bizə müraciət edirlər, açıq deyəcəm ki, elə bir qiymət deyirlər ki, bunu yaşlı insan hazırlayıb da, bunun bu qiymət. Mən də izah edirəm ki, bunun məhsulu, materialları və s. və laxır, o insanın göz nuru. Yəni biz bunu bazarda misal üçün deyək ki, bu qiymətədir. Biz bunu aşağı verə bilmərik.
və bizim bazar hələ buna hazır deyil. Əslində bu bizim təşkilatın maliyyə dayanıqlığının saxlanması üçün çox gözəl bir instrumentdir. Bəli. Ki biz o inventarları veririk. Onlar o hazırlayırlar bu məhsulları və onun çox gözəl biz rənglərin seçimini, istənilən quramadan deyək ki, müəyyən bir korporativ hədiyyələr hazırlayırıq. Çox gözəldir. Biz Leyla xanım Əliyevaya onu hədiyyə etmişik. Yəni biz çox yüksək rütbəli şəxslərə hədiyyə etmişik onları. O qədər gözəl rəng seçimi, səliqəsi, amma təəssüf ki, biz hətta olub ki, bir 50-60 sayda təşkilat üçün hazırlamışıq. Nümunəni təsdiqləyəndən sonra hazırlamışıq, sonra qiymətlə razılaşmamışıq. Oy. Hə. Yəni ki, istənilən qiymət o qədər bizim xərclərdən aşağı olub. Mən də məni hərdən deyirlər ki, sən səhv yanaşırsan, satda eyb yoxdur. Mən ona razı deyiləm. Çünki bu insanın əl əməyi o 30 yaşlı insanın əl əməyindən aşağı deyil. Bəlkə də yüksək olmalı. Əksinə yüksəkdir. Bəli. Əksinə Çünki yüksək. o görməyə, Bəli. bir gözü görə elə insanlara bir əli əsə, amma o qədər Daha çox əmək sərf eləyir. daha çox əmək sərf edir. Və mən bütün o stoku saxladım. İndi bizim mərkəzlərdə durur. Tamam, mən onu satmayacağam, onu hədiyyə verəcəm. Yəni, bu daha mənə yaxşı olacaq ki, onun xərclərini də özümüz təmin edərik. Bəlkə də siz 3-cü baharı bir sosial sahibkarlıq platforması kimi brendləşdirsəniz, bəlkə onda Əslində nəsə bəli, alınar. biz onun üzərində işləyirik. Biz tək 3-cü bahar adı altında geyimlərin, yaşlı insanlar üçün geyim kolleksiyalarının buraxılması üzərində çalışırıq. Nə gözəl. 3-cü bahar adı altında yaşlı insanlar üçün kosmetoloji vasitələrin. Çünki kosmetologiya belədir ki, cavan qalmaqları üçün bu da bir vacib amildir. Sadəcə olaraq nənə-baba üsulu ilə bizim nənələrimizin, analarımızın gəncliklərində istifadə etdikləri kosmetoloji vasitələr, hətta özləri evdə nəsə düzəldirdilər, üzlərinin üçün faydalanırdılar. O qədər effektiv olurdu. Daha əl çatandı və məsələ yaşlı insanların özünün onları bizdə gənc, yaşlı insanlar var ki, hansı kosmetoloji xidmətlər olub, fəaliyyətlər olub və biz bu liniyanın da, bu xəttin də yaradılması üzərində çalışırıq. Çox gözəl olardı məncə. Doğrudan da çox belə. Düşünürəm ki, o şəkildə də biz təşkilatın maliyyə dayanıqlığını saxlamağa, amma bu təbii ki, böyük bir özünüz bilirsiniz də 4 mərkəzin saxlanması ciddi bir təbii ki, ciddi bir işdir. Orada biz bilirsiniz, biz korporativ sektordanıq. Biz plazalarda oturmuşuq. Biz gedəndə əlimi silmək, salfetdir, qənddir, sudur, çaydır. Biz heç çox düşünməmişik ki, bu hardandır. Qəhvədir içmişik. Heç. Amma bunu burada biz təmin ediriksə və biz biz günün sonu baxırıq ki, nəyimiz bitdi, nəyimiz qaldı. Yəni ki, sabah biz xidmətə hazırıqmı? Yəni bizim mərkəzdə səhər saat artıq 10-dan tədbirlərimiz başlayır. Yəni onda artıq bütün tam xidmətə hazır olmalıdır. Çay hazır olmalıdır. Şirniyyatlar hazır olmalıdır, hər şey hazır olmalıdır. Könüllüləriniz var, yoxsa ancaq işçiləriniz? Könüllülərimiz var, amma az saydadır. Bu cavanlardır, yoxsa? Cavanlar arasındadır, bəli, amma o da bir yaralı mövzudur. Mən dəfələrlə sosial iş sahəsi üzrə fəaliyyətin, yəni sosial iş fakültəsinin tələbələri ilə görüşmüşəm. Dəfələrlə onlara müəyyən çıxışlarım olub onların qarşısında. Bir dəfə bir universitetlərin birində idim. Bir 500 nəfər var idi zalda. Onlardan soruşdum ki, sosial işi istəyib gələn neçə nəfərdir? Bir 10 nəfərə yaxın ələ qaldırdı 500 nəfərdən. Bu çox acınacaqdır. Çox acınacaq. Çünki sosial işlə məşğul olan şəxs o tamamilə başqa psixologiyaya, başqa fəlsəfəyə sahib olmalıdır. Çünki bu qayğı çəkməkdir. Bu başqasının qayğısını çəkmək. Adam öz valideyninin, öz evladının bir dəfə, 5 dəfə, 10 dəfə, 15 dəfə insan tükənir. Bəli. Və bunu mən hesab edirəm ki, o fakültələrə, bu da bir mesajdır cəmiyyətə. O fakültələrə saysız hesabsız insanları cəlb etmək. Biz mən işlədiyim bir təşkilatlarda, mən dövlət qurumunda da çalışmışam. Biz sosial iş əməkdaşlarını tapa bilmirdik. İntervyular edirdik, yoxlayırdıq, amma görürdük ki, yox, insan bu yönümlü deyil, sadəcə olaraq ora düşübdür. Azdır, bilirsiniz, o empatiya qurmaq bacarığı olan, mən təəssüf edirəm ki, bilmirəm, bəlkə bizim qarşımıza çıxır, bəlkə biz çox tələbkarıq.
O da ola bilər. Ümumiyyətcə sosial məsuliyyət heç məktəblərdə daşınmır. Yox. Bizdə bu yeni başlayıb, bu da korporativ mühitdə daha çox indi tətbiq olunur. Mən sadəcə siz danışa-danışa düşündüm ki, heç məni özüm də xatırlamıram ki, məktəbdə ya universitetdə oxuyarkən biz sosial məsuliyyət haqqında danışaq. Yox, elə bir dəfə bir tədbirlərdən birində korporativ sosial məsuliyyət idi mövzu. Elə bizə moderator sual verdi ki, korporativ sosial məsuliyyət nədir? Mənim elə ona cavabım o idi ki, gəlin biz birinci sosial məsuliyyətdən danışaq. Bəli, sonra korporativdən. Çünki mən fəaliyyətim elə olubdu ki, uzun illər mən sahibkarlarla əməkdaşlığım olub, çox belə sıx əlaqələrim olubdu və əgər hər hansı bir təşkilatın rəhbərinin özünün daxilində sosial məsuliyyət yoxdursa, bəli, orada korporativ, o təşkilatın korporativ sosial məsuliyyəti olmayacaq. Bilmənalı. Razıyam. Yəni sadəcə olaraq trend deyə, nəsə tələb var deyə, bəlkə bir hər hansı bir tənzimləyici orqanın, regulyatorun bir tələbi olsa, bir dənə, iki dənə edə bilər. Amma sırf təşkilatın elə təşkilatlar var ki, milyonlar xərcləyir, dünya təşkilatları var ki, korporativ sosial məsuliyyət sahəsinə milyonlar xərcləyir. Və o da bilirsiniz, korporativ sosial məsuliyyət, mən deyim də, biz təzə fəaliyyətə başlamışdıq, bizə bir layihə 1000 manat lazım idi. Və bir getdim bir dostumun yanına, korporativ böyük bir holdingin rəhbəridir və dedim ki, bizə belə bir layihə edib. Dedi ki, gəl belə eləyək, gəl biz hədiyyələr edək, nə bilim, düyüdən, çaydan, yağdan və biz rulatımızı qoyaq, o da siz onu təqdim edin, biz də bunu paylaşaq, bizə də olar xeyriyyə bir aksiyası edərik. Mən də orada dedim ki, gəl belə eləyək. Mən bunu nə demişəm, bunu sən nə eşitmisən, yəni dostum, mən bura gəlməmişəm bugün ümumiyyətlə və biz dostluğumuzu gəl belə bu olmamış kimi davam edək. Və oradan ayrıldım və özüm o xərcləri təmin elədim. Bilirsiniz, bu çox vacib amildir. Yəni korporativ sektor anlamalıdır ki, korporativ sosial məsuliyyət hər hansı bir sponsorluq, hər hansı bir o xeyriyyə, mən xeyriyyəçi deyiləm, hərdən deyiləsiniz xeyriyyəçisiniz, xeyriyyəçi Hacı Nənalım Tağıyev, mən xeyriyyəçi deyiləm. Biz sadəcə olaraq bu mədəniyyəti formalaşdırmalıyıq ki, və xərclənən o sponsorluğa, o vəsait sadəcə xərclədik və getdik orada. Bunun bir təyinatı olmalıdır. Bəli. Təyinatı olmalıdır və nəyin inkişafına siz onu verirsiniz? Misal üçün deyə bilərsiniz ki, Nərmin xanım, mən sizə deyə bilərəm ki, baxın, bir misal gətirəcəm sizə. Bunu deyim, sonra misal gətirəcəm. Su. Yaşlı insanlar su içməlidir. Nəyə görə? Çünki o demensiyanın qarşısını alır. Amma yaşlı insanlar su içməkdən biraz çəkinirlər. Nəyə görə? Çünki tualet xidmətlərindən faydalanmağa onlar biraz çəkinəcək. Amma bu xidmətlərdən orada şərait tam olaraq onların çıxıb, girib, təmin olmuş olsa, onda o qorxu olmaz, su içmə qorxusu. Və yaxud da mərkəzdə daima dispenserdə ilıq su olsa, içər suyunu. Mən əgər sizə hansısa bir su şirkətinə müraciət edə bilərəm, deyə bilərəm ki, və bunu əsaslandırıram. Ona görə yox ki, mən su verim mənə ki, mən çay eləyim, insanlar çay içə-içə otursunlar, söhbət eləsinlər, məişət mövzularından danışsınlar. Yəni, bunun akademik səbəbini izah edirəm. Biz COP29 zamanı biz Mavi Pavilyonda bizim panelimiz var idi və biz orada çıxışlar üçün hazırlıqlar aparırdıq. Mənim nəzərimə gələn bir məsələ oldu. Təbii ki, çox xoş ki, Azərbaycanda belə bir təbii fəlakətlər olmur. Çox xoş ki, biz bundan qarşılaşmırıq. Amma dünyada təbii fəlakətlərdən ən çox əziyyət çəkən yaşlı insanlardır. Bir çox səbəbi var. Onların az mobil olması və s. və axır. Amma səbəblərdən biri məni o qədər təsirləndirmişdi ki, onların internetə çıxışının olmaması. Ucqar kənddədir, hansı bir ölkədə, ucqar kənddədir, daşqın gəlir hardansa, onun məlumatı yoxdur ki, o daşqın gəlir, o hardansa gəlib gizlənsin. 21-ci əsrdə bu çox acınacaqlı bir səbəbdir.
Bəli. Və biz internet xidməti verən təşkilatlara müraciət edəndə bunu əsaslandırdıq ki, bizim mərkəzlərdə daim internet olması yaxşıdır ki, yaşlı insanlar yoga meditasiyalar edirlər, yəni ki, orada müəyyən dinlənməlidirlər. Müəyyən deyirik ki, bir təhlükəsizlikdən danışırıq. Həyatda internet nədir? Həyata açılmaq deməkdir də, dünyaya açılmaq deməkdir. Yəni onların daim məlumatlandırması, maarifləndirilmə. Yəni biz bunun bir alt çalışmasını elədik və insanlar korporativ sektorda əyləşən insanlar anladılar ki, doğrudandır. Yəni Nərmin Qəniyeva sadəcə olaraq 3-cü bahar üçün internetim olsun ofisdə deyil. Yəni bundan doğrudan insanlar yararlanacaqdır və nəyə görə yararlanacaq? Bu sosial məsuliyyətə qayıdıram. Dediyim kimi çox yaxşı olar ki, məktəblərdə uşaqlarımıza, bağçalarda uşaqlarımıza sosial məsuliyyət aşılansın. O xeyriyyəçiliklə fərqi hiss eləmək. Tamamilə fərqli bir şeylərdir. Yəni sosial məsuliyyət aşılansın ki, və əmin olun ki, cəmiyyət daha, çünki o uşaqlar hamısı böyüyüb hansısa bir təşkilatlarda işləyəcəklər, hansı departamentlərə qərarverici şəxslər olacaqlar. Orada artıq onların o korporativ sosial məsuliyyət nə olacaq, onu anlayacaqlar. Tamamilə razıyam sizlə. Nərmin xanım, hətta bəzi suallarımı unutdum, sizə verəcəyəm. Çünki dediyim kimi o qədər səmimi söhbətimiz alındı ki, mən sizə gəldiyinizə görə təşəkkür edirəm. Mən sizə fəaliyyətinizə görə təşəkkür edirəm. Sizə bol-bol uğurlar, bol-bol partnyorlar, daha böyük qələbələr arzulayıram. Çünki bu doğrudan da qələbədir. Siz stereotipləri sındırırsınız. O dediyim kimi qırmızı geyimdən uzaqlaşan, o saqqallı gəzən nənələri, babaları, nənə baba yox, cəmiyyətimizin tam sağlam üzvü edirsinizmi deyim, qoruyursunuzmu deyim. Çox sağ olun bunun üçün. Çox təşəkkür edirəm mən dəvətinizə görə. Bizim fəaliyyətimizə önəm verdiyinizə görə, mən sizin gözlərinizdən bunu hiss edirəm. Bu çox xoşdur və mənim korporativ sektordan, ümumiyyətlə cəmiyyətimizdən təvəqqəm odur ki, onlar 3-cü bahar, mən həmişə üzvlərimizə də deyirəm ki, 3-cü bahar quyusuna damla-damla qoyun su axsın, damla-damla axsın. O quyudan hər kəsə pay olacaqdır. Və mən çox istərdim ki, 3-cü bahar çınarı hər zaman yaşıl qalsın. Bunun yaşıl qalması üçün də və budaqlanması üçün də dostların, təşkilatların kimin mandatı nədirsə ona uyğun dəstəyinə təbii ki, bizim ehtiyacımız var və belə, mən sizə çox təşəkkür edirəm. Və cəmiyyətdə o insanların, və bir misal gətirim, biz 2-3 il bundan öncə bir tədbirdə idik. Bir bankların birinin zalında, teatral zal idi. Zalında bir tədbirdə idik. Və Natəvan xanımla bir selfie çəkdik. Sadəcə bir selfie çəkdik. Üstündən bir neçə gün keçəndən sonra şəklə baxıram. Natəvan dedim ki, Natəvan, bax, bizim nəticəmiz bu şəkildədir. Deyir, necə? Deyirəm, şəklə bax. Şəklimizdə arxamızda təxminən 200 nəfər var idi. 200 nəfər, bir nəfər qara geyinməmişdi. O qədər rəngli əl-alvan idi arxamız. Və biz başa düşdük ki, bu artıq biz o işi görmüşük. Biz insanları dəyişmişik. Çox sağ olun Nərmin. Siz sağ olun, təşəkkür edirəm. Məncə söhbətimiz çox düşündürücü və səmimi alındı. Ümid edirəm ki, Azərbaycanda yaşayan 1 milyondan çox təqaüdçü 3-cü bahar təşkilatı haqqında daha çox məlumatlanacaqlar və bu kimi təşkilatların və təşəbbüslərin sayı artacaq ki, təqaüdlərimiz diqqətdən, qayğıdan kənar qalmasınlar. Bugünlük bu qədər. Sağ olun.